Müstəqil Azərbaycanın son 2-10 illikdə keçdiyi möhtəşəm inkişaf yolu bir liderin, Prezident İlham Əliyevin müdrik siyasəti, dönməz iradəsi və uzaq görən qərarları ilə sıx bağlıdır. Prezident İlham Əliyev təkcə dövlət başçısı deyil, həm də xalqın taleyində mühüm dönüş yaradan tarixi şəxsiyyət, milli yaddaşda öz imzasını əbədi olaraq həkk etmiş liderdir. Bu imza, zəfərimizin altındadır. Bu imza, sabitliyin, inkişafın və dövlətçiliyin təməlindədir. Bu imza, hər bir Azərbaycanlının qürur mənbəyidir. Bu yolda Prezident İlham Əliyevlə çiyin-çiyinə addımlayan Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın da xidmətləri xüsusilə qeyd olunmalıdır. Onun humanitar, sosial və mədəni sahələrdəki fəaliyyətləri beynəlxalq səviyyədə ölkəmizin nüfuzunun artmasında oynadığı rol əvəzsizdir. Mehriban xanım Əliyeva milli birliyin və mənəvi dəyərlərin qoruyucusu kimi bu tarixi imzanın tamamlayıcısıdır. Bugün tarixi dəyişən qərarların, böyük qələbələrin və yüksəlişin arxasında bir imza dayanır. Bu, xalqın etimadını doğruldan, milli maraqları uca tutan, gələcəyi formalaşdıran liderin, Prezident İlham Əliyevin imzasıdır. Bu imza, güclü liderin, güclü Azərbaycanın imzasıdır. İmza sosial inkişafa dəstək ictimai birliyinin sədri Xəyyam Əsgərov.